Salam mənim əziz qardaşlarım, aslanlarım, şirlərim. Bu dəqiqə boğulan insanlar çoxdur. Öskürəkdən boğulma, öskürəkdən əziyyət çəkənlər. Göy öskürək də bezdirib insanları. Boğaz qıcıqlanması kimdəsə varsa, öskürəkdən əziyyət çəkənlər, bax %100% olan qısa danışacağım. Öskürəyin ən gözəl reseptini paylaşıram. Düzün sözü mən bunu yaxınımda elədim. Çünki 2 gündür xəstələnmiş, öskürəkdən əziyyət çəkirdi. 2 günə onun öskürəyini tamamilə götürdü. Bir dənə armudu stakan götürün. Bir qaşıq bəhməz sökün içinə. 3 damcı da ki nanə cövhər aptekdən alın. 3 damcı da nanə cövhər, qaynar su yox, ilıqdan balaca isti halda su tökün, qəşəng qarışdırın onu. Verin xəstəyə qurtum içsin. Gündə 2 dəfə, səhər, axşam, lap 3 dəfə də içə bilər. Ziyanlı bir şey deyil. 2 sutka ərzində öskürəyi tamamilə götürür. Boğaz qıcıqlanmasının tamamilə qarşısını alır. Video ürək qoyun ki, bütün öskürən insanlar görsün. Uşaqlarda, böyüklərdə qurt varsa, qurtu 4-5 günə məhv eləyən mərcumumuz da var. Övladı olmayan, faizi aşağı olan, cinsi zəifliyindən əziyyət çəkənlər, immuniteti aşağı olanlar, xanımlarda yumurtalıq zəifliyindən, prostatdan, 70 yaşında kişinin də cinsi zəifliyi problemini həll edir. Gədəbəy dağ ballarından istəyənlər nömrəmə zəng vursun. Balın kilosu 30 manatdır. Kim istəyir zəng vursun. 055 939 54 77. Bəhməz də var 20 manata.